Hörmətli izləyicilər, Amarketdən hər birinizi salamlayırıq. Bugün sizinlə yenidən gündəlik bazar analizini paylaşacağıq. 29 oktyabrda dollar indeksində başlayan alış trendi 6 noyabrda artıq başa çatmışdır. Belə ki, diqqət yetirsəniz 6 noyabrda dollar indeksi həmin günün birinci dəstək səviyyəsi olan 99,665 səviyyəsini qırdı və qiymət hətta 3-cü dəstək səviyyəsi olan 99,333 səviyyəsinin altında bağlanmış oldu. Bu da bazara güclü satıcıların daxil olduğunu göstərir. Bugün ərzində əgər dollar indeksi texniki analiz nöqteyi nəzərindən bugünün birinci müqavimət səviyyəsi olan 99,594 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik dollar indeksində aşağı yönlü korreksiyanın davam edəcəyini söyləyə bilərik. Gün ərzində Amerikadan da hər hansı bir vacib xəbər gözlənilmir. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyü də 29 oktyabr tarixində başlayan satış siqnalı, belə ki, həmin günün birinci, ikinci, hətta üçüncü dəstək səviyyəsi test edilmişdir və avro-dollar valyuta cütlüyü ikinci dəstək səviyyəsinin altına bağlanmışdır. Həmin tarixdən etibarən başlayan eniş trendi 6 noyabr tarixində başa çatmış oldu. Belə ki, 6 noyabrda avro-dollar valyuta cütlüyü hətta 3-cü müqavimət səviyyəsi olan 1.15342 səviyyəsini qırıb onun üzərində bağlanmış oldu. Bu da bazara güclü alıcıların daxil olduğunu göstərdi və bu gün ərzində nə qədər ki, avro-dollar valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1.15078 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz hələlik avro-dollar valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz İngilis funtu və dollar valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də 28 oktyabırda başlayan eniş trendi artıq 6 noyabrda başa çatdı. Belə ki, 6 noyabrda GBP-USD valyuta cütlüyü həmin günün hətta 3-cü müqavimət səviyyəsi olan 1.31115 səviyyəsini qırıb onun üzərində bağlanmış oldu və bazarda güclü alıcıların yenidən daxil olduğunu göstərdi. Və eyni zamanda İngiltərə Mərkəzi Bankının da faiz dərəcəsini dəyişməz olaraq saxlaması da funta müsbət mənada təsir göstərmiş oldu və bugün içərisində texniki analiz nöqteyi nəzərindən bugünün birinci dəstək səviyyəsi olan 1.30756 səviyyəsi qırılıb onun altına bağlanmazsa, biz İngilis funtu və dollar valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda isə hal-hazır range ticarəti daha çox dominantdır. Diqqət yetirsəniz 31 oktyabrdan etibarən qızıl müəyyən bir yığım mərhələsinə daxil olub və bugün ərzində əgər qızıl bugünün birinci müqavimət səviyyəsi olan 4009 dollar səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz qızılda yenidən alış trendinin başlayacağını söyləyə bilərik. Yox, əgər birinci müqavimət səviyyəsinin altına və yaxud da birinci dəstək səviyyəsi olan bugün üçün 3954 dollar səviyyəsinin üzərində bağlanarsa, yəni bu range içərisində qiymət bağlanarsa, biz hələlik qızılda gözləmə mövqeyində olmağımız daha məsləhətlidir. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksində 30 oktyabrda başlayan satış siqnalı artıq 1, 2, 3, 4, 5, 6 gündür ki davam etməkdədir. Bugün ərzində S&P 500 indeksi bugünün birinci müqavimət səviyyəsi olan 6827 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik S&P 500 indeksində aşağı yönlü korreksiyanın davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.